Salam Azər bəy. Salam, salam əlim, xoş gəlmisiniz. Necəsiz? Çox sağ ol, sən nətərsən? Xoş oldu sizi görməyə. Çox sağ ol. Mən bu Novxanda bu evi satmaq üçün sizə müraciət elədim. Uşaqlar dedilər ki, belə bir adam var, çəkilişlə evi satmaq üçün. İşdən səhər bir deyim ki, məsələn, Varatadan başlayaq. Bu küçədə nə qədər varata varsa, beləsi yoxdur. Çünki mən bunu şəxsi özüm üçün tikmişəm. Yəni dörtlük bir adam. Bunu qoymamışam ki, bir dənə əlavə şey olsun. Bütün, deməli, 6 sotdan yuxarı yerdir. 6 sot sənədlə gedir. Sənədlərin hər şey qaydasındadır. İcranın peçatı ilə, deməli, torpağında, evində bütün sənədləri var. Qeydiyyatdakı öz adımdadır. Plus, bu evdə nə işlənibsə, deməli, mən özüm mühəndisəm, inşaat mühəndisiyəm mən özüm. Deməli, 400 markadan aşağı burada sement işlətməmişəm. 400 marka ancaq sement işlətmişəm. Evdəki, deməli, 11-40-ın 12-20-yədir. 140 kvadrat, 130. Həyətin bu gördüyünüz kimi, kanalizasiya sistemi var. Hər tərəfdən var. Deməli, həyətin su yığımında kanalizasiya sistemi bu boyda buraxsan, su gəlir, lübdən buradan gedir. Plus, bura bisetkadır. Bisetkanın da altında 20 tondan yuxarı suyu var. Bax, bu indi göstərəcəm sizə. Bax, burada həmin yerdə, bu bisetkada, oturacaq yerində, həmin çöl kuxunası eləmişəm. Həm də bunun altı bütün şeydir. Bir evin xərcini elə bir şey bura qoymuşam mən. Çünki əsas sudur həyatda, yəni sudur, işıqdır, qazdır. Bunlar da hamısı qaydasındadır. 20 tonda su bunun altındadır. Yəni istəsələr göstərərəm, sadəcə buradan bu dəqiqədə havuz doludur. Göstərək. İstəsəz görürsən, burada 20 ton su var. Yəni bunu da elə eləmişəm, yenə deyirəm, təkərçilik olmazsa, mən özüm mühəndisəm. Bax, bunu da açmırsan, sadəcə buradan samasnaya da gələn su dolur. Dolanda suya heç nə ehtiyac olmur. Bu mənim çöl kuxunamdır. Qazdır, sudur. Həyətin hər yerində su var. Su sistemi, yəni ki, hər yerə su çəkmişəm. Yəni samoxod olan sudur bu. Belə, başqa. Ağaçları gördüyün kimi, damcı üsulü ilə eləyirəm, riyadla əkmişəm. 50-dən çox həyətdə ağacım var. Yapon ərgili var. Nə deyim sənə, karalyoku var. Şişburunu var, əriyi var, şəftalısı var, nar var, alçalar var, cavalı var. Yəni 50-dən çox ağaçlı özə riyadla əkmişəm, hər şeydə yəni qaydasındadır. Başqa sizə nə deyim? İndi evi inşallah geri çəkəcəyik. Bu da padval. Zalın altı bütün padvaldır. Burada deməli, eləyirlər də, nə yığırlar, balondur, nə bilim nədir, nədirsə, hamısı buradır. Altı da şeydir, təmiz betondur, bir dənə də rütubətin həmi yoxdur. Bu da dediyim onu yapın. Hələ burada qeyri-adi ağaçlar da var, çox yerdə yoxdur. Məsələn, xalqdır, filan şeylər var. Bura isə gəlirsən, bura əl damıdır. Bu əl damında da, məsələn, yeri düşəndə düzədir, yeri düşəndə nə bilim mən materiallardır, qoyuram burada durur. Bura bağlı, bura əl damıdır. İndi hal-hazırda düzələr orada qalır. Bir də ki, görmədim, bax bura, indi həyət yerdə mən, bura gələndən bəri, ikinci ildir, bir dənə yumurtaya mən pul verməmişəm. Bura bağlı çöl yeridir, oraya içəri qapalı yerdir. Bir dənəsində burnu qanamır, belə deyim. Çünki heç nə ilə təmasda olmurlar. Gözəl. Şükür Allaha, yəni ki, hər şey qaydasındadır. Qorxusuz üçüz. Sal içəri dənin tök çıxdı, üçündən qalbı yoxdur. Bu, deməli, əncir ağaçlarıdır. Bu, deməli, lavrol listi, çöl hamamları dişləyir. Kanalizasiyada birbaşa gedir. Üstünün dəmirinə qədər, mən niyə deyirəm ki, bunu mən gözüm üçün eləmişəm. Bunun üstünün dəmirinə qədər ən qalınından eləmişəm. Bura pompayla, bütün pompayla beton tökdürmüşəm bura. Bu bütün hamısı yəni bilir. Markası da yüksək. Çünki özüm material mühəndisi olduğuma görə mən bunun nəyi var, zavodda özüm danışıb keyfiyyətindən almışam. Bu da yəni gördüyünüz yenə də həyətin, məsələn, PH var. Burada qeyri-adi, məsələn, ağaçlar da var yenə də. Bura manqalxanamdır, manqaldır.
kömür mömür, yəni heç nəyə ehtiyac yoxdur. Suyu vuruyub, bax bir dənə də motor buradadır. Bu motor 250 manatdır. Çünki bu birbaşa elə bir şey Allah özü eləsin. Nəsə olarsa baseyndən evin hər bir yerinə su vura bilir. Həm hündür. 9 mərtəbəyə vuran bu şeydir. Bunları yəni ustalar yaxşı bilir hansı şeydir. Motordur. Və bunlar göyçə alçasıdır bu. Bu da yenə də alça. Bu da yenə alça. Mən alçaya belə üstünü verim. Bu biraz mənim alçısı var. Bu civişdir. Civiş deyirlər bizdə kətdə. Qaracilə deyirlər, civiş deyirlər. Yəni bunun da daş kəsəndən gətirmişəm. Yəni hər zonadan bura ağac gətirmişəm. Həyət bütün hamısına bir bura elə əvvəldən alan kimi bir 10 kamaz bura peyin döymüşəm. Bura torpaq döymüşəm. Asob elə bir bitki əkmək üçün. Nə əkirsən də bitir. Yəni bir dənə problem yox. Burada Smarodinadır. Bəli, Smarodinadır, yadla da vurmuşam. Çünki burada böyük ağac yerən dibinə kanalizasiya gedir. Bunlar da indi gördüyün nanə cövhər zadı, mən çaya bunları atmağı xoşlayıram. Bunlar tam belə bir şey, spes bunları əkmişəm ki, nanə cövhər həmişə istifadə edirik. Bu da güldür. Məsələn, gül var, 7 rəng açır. Bax elə bunun üstündə görə bilərsən rəngləri. Müxtəlif, çox qəribədir belə. Güzel. Sonra, buradan da, yəni burada belə deyim də, ağaçların bir 50-dən çox ağacım var. Yaseman var, gül kimi, başqa ağaçlarım da var. Gülüz, bayaq dediyim bax, həmin bu hissədən də yenə də ora boyaq yerinə gedir. Bir də hamam, üstünündə bakı, hər şeyi. Yəni ehtiyac varsa deyib baxa bilərik, hamısıdır. Bax o, adicə əl damına baxasa, onun üstünə 20 sm beton töymüşüm. 6 beton üstü olsa, yəni ora bir dənə heç nə girə bilməz də, seyf qapı da qoymuşam. Yəni bunu ancaq özüm yaşamaq üçün, daimi yaşamaq üçün mən Sumqayıtda evi satıb bura gəlmişəm. Yəni şəxsən Sumqayıtda neçə illərdir, mən 78-dən... Azər bəy, neçə ildir bu ev tikilib və burada yaşayırsınız? Bu evdə deməli mən ikinci qışı girəcəm bura yaşamağa. Heç nədə də problemi yox. Bax, burada görürsən, yəni mən bunu sadəcə biraz belə şey çıxmasın da, indi tək ki hər kəsin xeyrinə olsun. Bunu müəyyən mənim biraz sıxıntılarım var deyənə satıram. Yəni bunu mən satmaq məqsədi ilə tikməmişəm. Satmaq məqsədi ilə bunu tikməmişəm. Bax, kombindir, hər cürə, yəni mənim adicə radiatorumun biri gedib baxa da bilərlər, kimsə istəsə. Bir dənə radiatorun özü bir dənəsi, o seksiya deyirlər. Bir dənəsi 17 manat 50 qəpikdən almışam. Yəni içəridə də indi baxa bilərsiniz. Bütün atabiliyinin sistemidir. Sonra bu da mənim dəhlizimdir indi. Baxın burada, gün o tərəfdən vuranda orada oluram. Kölgəyə bura düşəndə burada çay içirəm indi. Bu mənim şeyim, kombidir. Yəni nə var kombidir, bu da onun elektrik şeyidir, bax. Eca. Yəni bunu da görəsən, çünki elə adamlarla almışam. Elektrik hissəsi hər tərəfdə var. Məsələn, çöldə bir dənə var ayrıcım, təzdən içəridə var ayrıcı, bisetkanki ayrıdır, bu tərəfinki də ayrıdır. Görüyorsunuz, onu demədim sənə, bisetkadan gələn yenə də gedir kanalizasiya. Yəni burada su axımıza heç arada donma yoxdur. Yadıma düşmənlərdə deyim sənə. Hüseyin müəllim, indi çölü çəkdiyi, Allah canı sağ eləsin, yenə də xoş gəlsin deyirəm. Bura istifoldur. Bu gördüyüm bura, bura mənim xınam. Bax, burada xınadır. İndi özümə görə düzəltmişəm, zövqə uyğun, hərənin bir zövqü var. Yəni, aboyları yüksək səviyyədədir. Mərmər üstürü gedir. Yəni ki, xınanın əsl aboyudur yəni. Bu da zaldır, gördüyün zaldır. Bayaqlar mən sizə deyirdim ki, atabiliniyə bunu bilən bilir, daha ustalar olmuşu bilir. Yəni bu atabiliniyə elə bir atabiliniyə deyil. Çünki mən bunu təkrarçı olmasın, ən keyfiyyətçisini almışam. Ki bu yaxşı olsun. Bu da televizor yeridir, yenə də işləyir. İnşallah. İnşallah yəni nə qismətdir olur. İndi keçək onda şeyə, yataq otağının birinə. Yataq otağının biridir, qardaş.
Birinci yataq otağı. Bəli, birinci yataq otağı adlandıraq bir. Adlandıraq bir. Bir yataq otağı. Bu da ikinci yataq otağı. Sonra sanların yenə də təzədir da, indi belə deyim. Başqa Aydındır, aydın. yəni burada uşaqlar da ancaq bizdən oxumağa fikir verirlər. Başqa bərbəzək yoxdur. Nə varsa bizdə uşaqlar indi Allah hamısını cansız Ay, eləsin. maşallah. Yəni oxuyanlar da belə deyim sənə. Vallahi yaxşı. Bura keçiriyi şeydir. Tualetdir bura. Yenə şeydir, istipoldur. Bax bu istipoldur. Prosto polun rəngində eləmişəm ki, şey olmasın. Yəni hamamın tualetin qabağında bura istipoldur. Hamam tualet yenə də istipoldur. Hamamdır. Aydın. Hamamdır, bu da istipoldur. Burada əl yumaq yeri, bu da yenə də şeydir, istipoldur altı. Gözəl. Ondan yəni bu gördüyünüz kimidir. Nə tərifə ehtiyac var, nə də ki başqa şey. Bütün sənədlərdə hazır elə alqı-satqıda bir dənə asar xidmətdə gedib hamısı həll. Çıxarışda evin sayısı nə qədər göstərilir? Çıxarışda sahəsi deməli 140-139 nə qədərədir? 140 kvadrat. Torpaq sayəsi Torpaq sahəsi sənəddə 6 nə qədərədir? 6 ilə verirəm də belə deyim. 6 nə qədərədir? aydındır. Yerləşmə haqqında da bir məlumat verin. Belə deyim, bax bura gəlir 21 marşrut gəlir. Buradan yuxarı 200 metrədir. Bura gəlir 16-19, 21 gəlir bura bazardan. Bundan aşağı o 223-dür, dəniz qırağından gəlir. Düz gəmidən qalxırsan bura, Muraddan gəlirsən bura. Təndirim, nənəmin təndiri var burada, oradan gəlirsən bura. Yəni marşrutdakı elə ayağımın altındadır. Mən marşrutsuz burada qaldım, belə deyim sənə. Bunu da bax, yenə də deyirəm, bir dənə üzr istəyirəm, əlavə olmasın. Hər yerdə, adicə dəhlizə bunu mən qoymuşam ki, burada məsələn qapı şikəstə neynədin, əlimi yumaq üçün. İstər-istəməz. Yəni sabun yox, sabun axımı olmaz. Çünki mən bu şeylərə biraz diqqət edirəm. Yəni yaşıllığın, gülün, belə deyim, ağacın həvəskarıyam. Azər bəy, indi əsas məsələ qiymət. Qiymətini də deyərdiniz. Qiymətini belə deyim də sənə, mən bunun əsl qiymətləndirsəm, qiyməti yüksəkdir mənim öz gözümdə, həm də ki, yəni çəkdiyim materiallardan da söhbət gedir. Mən bunu yəni satmaq üçün tiksəydim, ucuz ön alardım da, belə deyim, qapısından tutmuş hər şeyini ucuzun alardım. Ən keyfiyyətlisini almışam, ona görə də bugünkü duruma baxır, yəni mənim o deməyimlə deyil, 192 min qiymət qoyur. 192 min. 192 min manat. Bütün sənədlərdə hazır, elə alqı-satqıda bir dənə asar xidmətdə gedib hamısı həll olunur. Oldu Azər bəy. Təşəkkür edirəm Çox sağ ol, mən də sənə təşəkkür ki, edirəm. müştərilərimizə kifayət qədər dolğun məlumat verdiniz. Allah canı sağ eləsin, yenə də kimin qismətidir, Allah onu qismətinə yetirsin, hər kəsin xeyrinə olsun. Hələ izah eləməli şeylər çoxdur. Çünki bu evi alan heç vaxt uduzmaz. Çünki mən bunu özüm üçün daimi mülk kimi tikmişəm. Bunu təkrar edirəm. Telefonumu da saxlaya bilərəm. Hər dah gəlib belə nə istəsələr kömək edə bilərəm. Yəni başqa nə deyim mən? Yəni ki, mən də istəyirəm ki, yaxşı bir insana